بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين وصلى الله على سيدنا محمد وآله الطاهرين واللعن الدائم على أعدائهم أجمعين إلى قيام يوم الدين. Salam و salavat olsun sizi hürmetli eşidenlerin ve görenlerin hizmetine. Allah Tebarek ve Teala'dan sizi azizlerime uzun ömür, can sağlığı arzulayıram. Allah bizleri dünya ve ahirette İslam yolunda, Kur'an yolunda, İslam Peygamberi Hazreti Muhammed sallallahu aleyhi ve aleyhi ve sellemin yolunda sabit kadem eləsin ve dünya ve ahirette bizi Muhammed Ali Muhammed'den inşallah uzak salmasın. Mevzu söhbetimiz İslam tarihinin hakkındaydı. Söhbetimiz ve bahsimiz gelip buraya çattı ki İslam Peygamberinin düşmanları çoxlu çalışandan sonra, çoxlu hareket ve fikir eləyəndən sonra Peygamberin hakkında bir nəticəyə çata bilmədilər. O ki onların məqsədiydi və hədəfiydi. O ibarət idir bundan ki Peyğəmbərimizin onlarla işi olmaya və onlar rahatçılıqda yaşayalar, elə öz dinlərinə, hədəflərinə və öz bütpərəstliklərinə məşğul olalar. Amma İslam Peyğəmbəri bütün fürsətlərdən istifadə edib həmişə onlarla mübarizəyə başladı. Haqqı dedi və haqqı sübut etməkdə çox böyük qədəmlər götürdü. Hər halda nə qədər çalışdılar, Peyğəmbərin bu gözəl ilahi hərəkətinin qabağını alalar, ala bilmədilər. Axırda bu təsmimə gəlib çatdılar ki, lazım bildilər Peyğəmbərin vücudu müqəddəsini aradan aparalar. Yəni Peyğəmbəri öldürələr və Peyğəmbərin həyatına xatəmə verələr, onda öz hədəflərinə çatalar və onların fikirləri və xiyalları o cəhətdən rahat ola. Odur ki, geçən söhbətlərimdə də bu nüqtəyə işarə elədim ki, Qureyşin sərkərdələri, bütpərəstlərin böyükləri hududən demək olar 40 qəbilədən və hər qəbilədən bir nəfər mübariz əlinə şəmşir alıb, qılınc alıb, özünün öz hazırlığını elan elədi və təsmim tutdular ki, müəyyən gecədə ki, həman gecənin adına da deyirlər Leylətul Məbid. Hamısı bu fikrə gəldi ki, müəyyən gecədə 40 qəbilədən, hər qəbilədən bir nəfər mübariz yığışalar, bahamlıqda o müəyyən gecədə Peyğəmbərin evinə tökülüb, Peyğəmbəri öz yatdığı yerində öldürələr və onun həyatına xatəmə verələr və ta öz məqsədlərinə çatalar. Amma ondan qabaq ki, bu hərəkəti eləyələr və bu xiyanəti və cinayəti başa çatdıralar və bu işə əməl qoyalar, Allah Təbarək və Teala Cəbrail Əminin vasitəsilə bu böyük xiyanəti Peyğəmbərə çatdırdı ki, ey mənim Rəsulum müşriklərin
Qureyşin, butpərəstlərin belə bir fikri var sənin haqqında. İstəyirlər o müəyyən gecədə sənin eviyyən tökülüb və sənin qanıyın tökələr və səni öldürələr. Sənə lazımdır ki, bir nəfəri öz yerində yatırdasan və öz evin tərk eləyib Məkkədən çıxasan. Odur ki, Cəbrail bu xəbəri Peyğəmbərə verəndən sonra Peyğəmbər bu ovza və əhvalı Ali ibn Əbi Talib aleyhisselama ittila verdi və buyurdu: ya Ali, düşmənlərin, müşriklərin belə bir fikri var. İstəyirlər mənim evimə hücum gətirələr və məni öz yerimdə tutub öldürələr. Aya sənin hazırlığın var, eləyə bilərsən, mənim yerimdə yatasan, ta düşmənlər belə hiss eləyələr ki, mən öz evimdəyəm və öz yerimdəyəm, ta onların fikri, xiyalı mənim cəhətimdən rahat ola, o vaxt şərait yarana, ta mən eləyə biləm, öz evimdən çıxıb, Məkkədən xaric olub, o müəyyən mağaraya hərəkət eləyəm. Ali aleyhisselam canı ilə, başı ilə, bütün var və yoxu ilə, varlığı ilə Peyğəmbərin bu sözünə, söhbətinə, istədiyinə ləbbeyk dedi və hazır oldu. Həman xətərli bir gecədə Peyğəmbərin yerində yata və bu böyük xətəri Peyğəmbərin canından dəf eləyə və Peyğəmbərin canını nəcat verə onların şərrindən. Odur ki, Ali aleyhisselam hazır oldu Peyğəmbərin yerində yata və bu işi gördü. Həman gecə, yəni Leylətül Məbit gecəsinin savaq tərəfi, düşmənlər ki, gecənin elə demək olar, əvvəlindən Peyğəmbərin evini mühasirə eləmişdilər və hər ləhzə müntəzir idilər. Onların o fərmandehi rəhbəri bunlara hökm eləyə, ta bunlar bahəmlikdə və birlikdə Peyğəmbərin evinə hücum aparırlar və Peyğəmbəri qətlə yetirələr. Odur ki, elə ki istədilər bu işi görələr və varid oldular. Bir dəfən gördülər ki, bəli, Ali aleyhisselam Peyğəmbərin yerindən durdu. Dedi, nə istəyirsiniz? İşiniz nədir? Hədəfiniz nədir? Nə inirsiniz? Bu nə işdir? Dedilər, biz Peyğəmbəri istəyirik. Peyğəmbər haraya gedib? Ali aleyhisselam buyurdu, məgər siz Peyğəmbəri mənə tapşırıbsınız, ta məndən istəyirsiniz? Məgər siz deyildiniz ki, gecə günüz vaxt bir vaxt həmişə çalışırdınız, ta Peyğəmbəri öz şəhrindən, öz vətənindən uzaq salasınız. Məgər sizlər deyildiniz, Peyğəmbərin getməsini istəyirdiniz, indi Peyğəmbər gedibdir. Daha məndən nə istəyirsiniz? Məgər Peyğəmbəri siz mənə tapşırmışdınız ki, məndən də istəyirsiniz? Odur ki, çox bu qəziyyəyə görə narahat oldular. Amma Peyğəmbər hayana sarı getdi. O iki müsəlləmdir. Peyğəmbər Allahın əmri ilə öz evini, şəhrini, yəni Məkkə-i Mükərrəməni tərk eləyib Sur dağına sarı getdi. Sur dağı bir böyük dağdır. Məkkənin yaxınlığında ki, xilaf-ı Mədinənin yoludur. O yol ki, Mədinəyə sarı gedir, onun əksinə Məkkənin bir qismətində qərar tapıbdır. Peyğəmbər getdi Sur dağına və orada o mağarayı ki var idi, özünü yetirdi o mağaraya və o mağarada qaldılar. Amma Peyğəmbər kimlə getdi o mağaraya? Bunu mümkün də eşidibsiz də, mən keçən cələsələrdə də bu nüqtəyə işarə eləmişəm ki, o iki müsəlləmdir. Peyğəmbər
Peyğəmbərin müsahibi, demək olar yoldaşı, həmsəfəri bu məsələdə Əbu Bəkr imiş və o iki müsəlləmdir. Peyğəmbər 3 gecə və gündüz Əbu Bəkr ilə Qar-ı Surda, Sur mağarasında başa aparıbdı, orada qalıbdı ta düşmənlər öz şərrlərini onlara çatdırmayalar. Odur ki, bu məsələdən sonra ki, Qureyş o Səran-ı Qureyş gördülər ki, Peyğəmbər evində yoxdur, lazım bildilər. Lazım olan yerləri, yolları, məntəqələri və xüsusən o qismət və o yol ki, Mədinəyə sarı müncər olurdu və oraya gedirdi, o məntəqənin hamısını axtaralar, bəlkə nəhayət dərəcədə Peyğəmbəri tapalar. Çox axtardılar və hətta bu fikrə gəldilər ki, əgər bir nəfər eləyə bilə, çalışa, axtara, Peyğəmbəri tapa, onun üçün bir hədiyyə və padarkayı nəzərdə alacaqlar. Və belə müəyyən elədilər ki, hər kəs Peyğəmbərin o gizlin yerindən bizə bir düzgün xəbər yetirsə və ittila versə, onun üçün 100 dəvə caizə unvanında təqdim eləyərlər və ona verələr. Hər halda Qureyş mürəttəb gecə gündüz bu fikri də oldu ki, Peyğəmbəri tapalar. Hətta getdilər bir nəfər şəxsi ki, Peyğəmbərin ayağının yeri ilə, demək olar, Peyğəmbərin ayağının izi ilə tanışlığı var idi və təşxis verirdi ki, bu iz kimin ayağının izidir və yeridir. Onu getdilər, tapdılar. O şəxsin adı Əbu Kərz idi ki, bunda belənçi bir elm var idi ki, Peyğəmbərin ayağının yerini təşxis verə bilirdi ki, bu ayaq Peyğəmbərin ayağının yeridir. Onun vasitəsilə Peyğəmbərin evindən yoxladılar Peyğəmbərin ayaq yerini, ta getdilər, çatdılar Sur mağarasının qabağına. Elə ki, çatdılar Sur mağarasının qabağına, Sur mağarasının qabağına çatanda dedi, bax, Peyğəmbərin o ki, mənə belə gəlir, görürəm ki, Peyğəmbər bu mağaranın qabağına sən gəlib, ayağının izi və yeri buracan görsənir. Amma buradan bu yana hara gedib, mən görmürəm, nəzərimə bir şey gəlmir. Amma həqiqətdə Peyğəmbər Sur mağarasına daxil olub və orada özünü qərar veribdir. Amma Allah Teala əgər istəyə çox möhkəm və qudrətli bir şəxsi zəif və sust bir əşya ilə hifz eləyə, Allah çox rahat və sadədir. Allah Teala neynədi? Onların fikrini çaşdırdı. Allah Teala əmr elədi bir hörümçəyə, gəldi bu mağaranın qabağını öz hörümçəyi ilə tam dərəcədə hördü. Elə bir təhər hördü ki, hər kəs görsəydi, heç və də inanmazdı ki, bu mağaraya bir nəfər keçibdi. Elə ki, gözləri sataşdı o hörümçəyin o yuvasına, o vəziyyətinə. Dedilər, bax, Peyğəmbər buraya sən gəlib, buradan o yana məlum deyil haraya gedibdi. Və heç zehinlərinə gəlmədi ki, keçibdi. Bu mağaranın içinə üçün qabağında hörümçək öz işini görüb. Və həman mağaranın giriş yerinin üstündə də Allah Teala əmr edibdi bir dənə bir gövərçin quşuna ki, orada bir yuva qura və yuvanın içində yumurta əmələ gətirə, yumurtası ola ki, gəldilər, gördülər hörümçək, öz hörümçəyini, öz işini görübdür və gövərçin də orada yuvasında əyləşib və əslən zehinlərinə gəlmədi ki, daha Peyğəmbər burada keçibdir bu mağaraya. Hər halda Allah təbarək və Teala
o zayıf ve süst hörümçeğin hörümüyle bu kudretmend ve güçlü, kavi ve mühkem âli-cenab bir insanın, azametli bir peygamberin vücudunu hifz edip onların şerrini özlerine qaytarır. Odur ki daha çoxlu axtarandan sonraki ahire ki son axtarmaları geldi çattı buraya, daha peygamberin axtarmasından naumid oldular. Ümidləri hər yerdən üzüldü və daha fikirlərinə gəlmədi ki, haraya gedələr, haraya getməyələr. 3 gün gecə günüzdən sonra daha yoruldular, qayıtdılar öz evlərinə və Məkkəyə. 4-cü gecə idi, yəni Peyğəmbər 3 gecə və günüz Əbu Bəkr ilə orada qaldı. 4-cü gecə Ali aleyhisselam peygamberin istediğiyle neynədi? Ki peygamber qabaqçadan bu proqramı ve bu sözü söhbəti Ali aleyhisselama eləmişdi ki, elə ki sərsəda yatdı və hamı daha yoruldu bizi axtarmaqdan. 3 gecədən sonra əmin bir şəxsi ki bizi istəyənlərdən ola əmin bir adamı taparsan, bir neçə dənə dəvə onun ixtiyarında qoyub onu mağaraya sarı göndərərsən. Odur ki, Ali aleyhisselam bir müəyyən əmin bir adamı tapıb neçə dənə dəvə ilə o mağaraya sarı hərəkət verdirdi. Gecə ilə bu şəxs o dəvələri götürüb, hala neçə dənə, 2-dən 3 dənə dəvəni götürüb, özü ilə getdi mağaranın yaxınlığına. Bu şəxsin sər sədası və yaxud dəvələrin o səsi və növ hərəkəti Peyğəmbərin ki qulağına çatdı. Peyğəmbər bildi ki, bunları, bu dəvələri və o şəxsi Ali aleyhisselam göndərib. Odur ki, öz o həmsəfəri ilə barabar mağaradan çıxdılar, gəldilər eşiyə. Amma mən burada 2 dənə, 3 dənə də xidmətinizə ərz edeyim və o ibarət idir bundan. O müəyyən gecədə ki qərar oldu Ali aleyhisselam Peyğəmbərin yerində yata, bu haqda Qur'anda bir ayə vardı. Lazım bilirəm bu ayəni oxuyam. Çünki əgər biz istəyəğən Ali aleyhisselamın böyük bir fəzilətlərini, böyük bir əzəmətlərinə diqqət eləyəğin, o cümlə Ali aleyhisselamın böyük bir fəzailindən ki Allah Teala onu təyid edibdir, elə bu işidir ki Leylətül Məbiddə getdi, onun yerində yatdı. Bu haqda Qur'an-ı Kərim Bəqərə surəsində 207-ci ayədə belə buyurur: və minən-nas mən yəşri nəfsəhu ibtiğaə mərzatillah vallahu rəufun bil-ibad. Cəmaatın içində elə bir şəxsi vardır ki, Allahın rızasını tələb etməyə öz canından geçir. O kim idi ki Allah'ın rızasını tələb etməyə görə öz canından keçdi? O deyil yalnız Mevla'l Mevali, Emirəl Müminin Ali aleyhisselamdır ki Peyğəmbərin yattığı yerində yatdı və Allah'ın böyük bir rızayətini ələ gətirdi. Vallahu raufun bil ibad. Və Allah Teala öz bəndələrinə mehribandır. İkinci nüqtə də ibarətdir bundan. Peyğəmbər ki öz evindən çıxdı, belə deyil ki daha vaqən çox nigaran ola. Xeyr, bəlkə Peyğəmbərimizin bütün söhbətləri, hərəkətləri, işləri, gördüyü işləri
hətta zehninə gələn fikirləri hamısı Allahın əmri iləndir. Allahın əmri ilə öz evini tərk elədi. Allahın əmri ilə Məkkədən çıxıb getdi. O Sur mağarasında 3 gecə gündüz qərar tapdı. Peyğəmbərdə iztirab yoxdur, qorxu yoxdur. Heç nədən nigaran deyil. Allahın əmri ilə hərəkət edir. Amma o 2-3 gecəyi ki, öz həmsəfəri ilə bərabər orada qalmışdılar, çox nigaran, gördü ki, həmsəfəri çox nigarandır, qorxur. Allah tərəfindən Cəbrail əmin nazır oldu Peyğəmbərə ki, Peyğəmbər öz həmsəfəriyində ki, nigaran olmasın, qorxmasın. Nə olubdur, nəyə görə qorxur? Sizi qoruyan Allahdır. Tövbə surəsində 40-cı ayədə Allah Teala belə buyurur: La təhzən innəlləhə mə'na. Ey mənim yoldaşım, ey mənim həmsəfərim, nədən qorxusan, nəyə görə titrisən? Qorxma, məhzun olma, qəmgin olma. Bunu bil, Allah bizləndir və o kəsi ki, Allah ondan ola, o əmandadır. Və dediyim kimi 3 gecə günüzdən sonra Ali aleyhisselam Peyğəmbərin o mağaradan çıxmasını o əmin şəxsin vasitəsilə şərait yaratdı. Peyğəmbər 4-cü gecə o mağaradan çıxıb Mədinəyə sarı hərəkət elədilər. İnşallah gələn söhbətlərdə İslam tarixinin haqqında ki, hansı müəyyən gün İslamda tarix sayılır, artıq tövzihatı inşallah gələn cələsəmizdə xidmətinizə ərz edərik. Sizi hörmətli eşidənləri böyük Allaha tapşırırıq.